Azərbaycan prezidentinin də elə adada keçirilən görüşdə müəyyən mesajları olmuşdu qarşı tərəfə. Həm müsbət dinamikanın olduğunu deyə bilirik, amma paralel olaraq da eyni zamanda təxribatların da səngimədiyini söyləyə bilirik. Tam olaraq vəziyyəti necə dəyərləndirirsiniz? Azərbaycan tərəfinin bir sabit mövqeyi vardı. Çünki qərarları öz qəbul edir. Azərbaycan tərəfi heç kimin fikirlərinin boğazı deyil. Və Azərbaycanın da mövqeyi sabitdir, dəyişməzdir. Əslində, elə sülh müqaviləsi də Azərbaycanın 5 prinsip əsasında başlamış. Təşəbbüs də bizdən idi. Bugün ərazilərimizin geri qaytarılmasına bağlı məsələlər gedir. Bizim anklav şəklində qalan məsələlər. Onunla da bağlı Azərbaycan tərəfindən verilən təkliflər dəyişməyibdir. Biz beynəlxalq qanunlara, konvensiyalara uyğun olaraq davranırıq. Biz ona görə fikirlərimizə təkid eləmirik ki, biz qalib tərəfi. Əslində qalib tərəf olanda başqa amillər ikinci dərəcəli kimi sayıla bilər. Amma biz haqlı olduğumuzdan mövqelərimizi açıq şəkildə ortaya qoyuruq. Bu diplomatik forumda da, ondan əvvəlki tədbirlərdə də Azərbaycan tərəfi mövqələrini açıq şəkildə ortaya qoyuruq. Erməni tərəfi bu məsələlərdə prosesi müəyyən qədər uzatmağa çalışsa da, bu bir çox amillərlə bağlıdır təbii ki. Əsasən mən hesab edirəm ki, sülh müqaviləsinin bağlanmasını uzatmaq cəhdi Ermənistandakı daxili vəziyyətlə və qarşıdan gələn seçkilərlə də bağlı ola bilər. Ki, bu arada Paşinyan hesablayla bilər ki, biraz bu məsələni uzatsın. Çünki bizim şərtlərimizdən birisi Konstitusiyanın, Ermənistan Konstitusiyasının dəyişməsi ilə bağlı olan məsələdir. Bu məsələni özü üzərinə götürməkdən ehtiyat edə bilər və fikirləşir ki, bu seçkidən sonraki vaxta saxlanılsın. Əgər uzada bilərsə və burada iki amil var. Bir, udmaq məsələsi var, uda bilərsə, ikinci uduza bilər. Əgər uduza bilərsə, bu prosesi ümumiyyətlə onu udan tərəfin üzərinə buraxsın, sonra da ondan özünün bir lozunq şüarı kimi istifadə edib, yenidən hakimiyyətə gəlməsi istifadə edəsin. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən də indi biz Beqlaryanın başqalarının da açıqlamasına baxdıq ki, bunlar artıq müəyyən məsələlərdə beynəlxalq qurumların da iştirakı məsələsində artıq dilə gətirməyə başlayıblar. Necə deyirlər, xoruzun quyruğu görünür. Bunlar ATƏT Minsk qrupunun buraxılmasındakı tərəddüdlərin də səbəbi buymuş ki, onlar fərqli davranış nümayiş etdirə bilirlər. Burada başqa məsələlər də var. Konkret olaraq Tavuş ərazisinin ermənilərin köçmə məsələsi vardı. Orada indi etirazlar başlayıb içəridə bundan bağlı olaraqdan. Xəritələrlə bağlı müzakirələr vardı. Və yaxud da kənar güclərin bunlara diktəsi. Bunlar ayrı-ayrı tədbirlərdir. Amma bütövlükdə Azərbaycan tərəfinin mövqeyi bu foruma qədər də, bunun əvvəlki forumlarda da, tədbirlərdə də səslənibdir. Sabit bir bizim mövqeyimiz vardı. Yenə deyirəm, qanunlara sökülən mövqeyimiz var. Hərçənd erməni tərəfi indi bizə 76-cı il xəritəsi ilə danışmağı cəhd edib. Onu belə özləri əmin eləməkdə yenə də tərəddüdləri var. Bu 4 kəndi qaytarıblar. Bizim 4 kəndimiz isə anklav şəklində qalıbdır. Onları qaytarmaqda da yenə də necə deyirlər, cığallıq edirlər. Və hətta qaytardıqları kənddə bir neçə obyektlərinin, evlərinin qaldığı məsələsi ilə də danışmağa başlayıblar. Belə hallar da vardı. İndi bu məsələləri, mən sizin də mövqeyinizi bilirəm bu məsələlərdə, şərhlərinizdə də xəbərdaram. Əslində, Azərbaycan tərəfi ən maksimal şəkildə konsensusdan danışıb, 76-cı il xəritəsindən danışıb. Əslində, bu 76-cı il xəritəsi absurd bir məsələdir. Çünki 3 Qafqaz Respublikalarının sərhədləri 22-ci ildə ləğv olunub. Ondan sonra sərhəd olmuyor. Və sonuncu sərhədlər də o sərhədlərdir, 22-ci sərhədləridir. Və bu 22-ci sərhədlərinə görə də əgər Ermənistan danışarsa, onlara sərf eləməz bu. Elə o Beqlaryan da danışır ki, əgər biz o xəritələrə istinad eləsək, onda bizim çox ciddi şəkildə pis sözlü qalar. Yəni, qayıtmalı da bunlar 9000 kvadrat kilometr ərazilər məsələsi qayıtmalıdır. Bəzən başqa xəritələrdən danışmaq istəyirlər, bunun əvvəlki tarixlə gəlirlər. Amma biz onda 20-ci il yanvar ayının 11-də Parisdə olan bir razılaşma vardı ki, bu da dünyanın böyük dövlətləri, Britaniya, Amerika, başqaları tanımışdı. O xəritələ də danışa bilər, istəyirlərsə onunla danışar. Orada da bunların vəziyyəti yaxşı olmayacaqdır. Sadəcə olaraq bunlar sonraki hallarda ki, Azərbaycan ərazilərini ələ keçirdilər. İstəyirlər ki, o ərazilərin 77-ci ildə konstitusiya qəbul olundu, SSR konstitusiyası, ona istinad edib saxlasınlar. Amma siz də gözəl bilirsiniz ki, yəqin tamaşaçılarımız da bunu bilməmiş deyirlər. 77-ci il Helsinki konvensiyasına görə işğala məruz qalan dövlətlər, onu işğal edən dövlətlərin tədbirlərini daşımırlar. Əvvəla biz SSR-in tərkibinə könüllü daxil olmamışıq. Bu bir, işğal olmuşuq. Hətta könüllü daxil olsaydıq belə,
öz ərazimizlə ki, daxil olursan hər hansı bir bloka, hər hansı bir birliyə, öz ərazindən də çıxmalısan oradan. Bizim daxil olduğumuz ərazinin sərhədləri məlumdur. Bayaq da mən bildirdiyim. Gərək ki, Qafqaz Xalq Komissarları Sovetinin 22-ci ildə qərarı ilə o sərhədlər ləğv olundu. Sonra inzibati sərhədlərdən söhbət getdi. Və sonraki dönəmlərdə, hətta 20-ci ildə Zəngəzur veriləndən sonra 29-cu ildə Mehri hissəsi verildi. Mehri hissəsi qalmışdı. Bilirsiniz, 29-cu ildə təzədən verdilər onu ermənilərə. Və 69-cu ildə təsdiqini elədilər SSR tərəfini. Yenə deyirəm, biz o imperiyanın işğal olduğumuzu deyiriksə, biz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğumuzu deyiriksə... Bəli, Ermənistandan fərqli olaraq həm də. Əlbəttə, əlbəttə. Biz bütün bu məsələlər bizim əlimizdə çox ciddi şəkildə də qalib dövlətik. Biz bu məsələləri Ermənistan qarşısına qoyarıq, bayrağımızda İrəvana dikərik. Çünki İrəvanın özünün verilməsində belə artıq qanun pozuntuları var. Nədən ibarətdir? Tək bir müddəanı deyim ki, orada var idi ki, əgər burada yaşayan türklər sıxışdırılarsa, Azərbaycan xalq, onda bu müqavilədə qüvvədən düşmüş sayılar. Hətta buna istinad edib belə biz məsələni fərqli qoya bilərik. Amma bütün bunlar üzərindən keçib biz sadəcə olaraq sülh olsun bölgədə, indiki məqamda bir anlaşma olsun, qarşıdurma olmasın deyə addımlar atırıqsa, erməni tərəfin belə güya ki, oyunbazlıq eləməsi bizim işimizə yaramayacaqdır. Mən hesab edirəm ki, bu məsələdə erməni tərəfin güya ki, müxalifət bir cür danışır, Tavruşla bağlı çıxıb küçələrə, güya keşişləri başqa cür danışır, güya diaspora başqa cür danışır, Rusiya bağlı qüvvəti başqa cür danışır. Mən bütün bunları nağıl hesab edirəm. Bunların altyapıda çox ciddi şəkildə anlaşması vardı. Pas ötürmə mərasimləri təşkil edirlər və bunlar hamısı bir-biri ilə deməli uyğun şəkildə hərəkət edirlər. Köçəryan sülh güyəçisi kimi görsənməyə çalışır, güya ki, o tərəfdən Sarkisyan başqa bir təzyiq edirlər, keşiş başqa bir söz deyir, diaspora başqa bir şey danışır. Atəşkəsi pozurlar və atəşkəs pozan anlarda da hatırlayırsa sosial şəbəkələrdə bu yaxud para da nə bir axmaq adı var erməni terror təşkilatıdır. Bunların da rəhbərləri gəlmişdi sərhəd bölgələrinə, xatırlayırsa Zəngəzur bölgəsində. Yerpraka, bəli. Onu da bilərəkdən göstərdi. Niyə göstərdilər ki, güya baxın, bu oradadır, atəşkəsin pozulmasının səbəbkarları da bunlardılar. Bizim bunlarla bir əlaqəmiz yoxdur, dövlətin bu məsələdə heç bir günahı yoxdur. Hətta xatırlayırsa Ermənistan Müdafiə Nazirliyi yoxsa Xarici Nazirliyi müavin səviyyəsində dedilər, gəlin bir monitor qrupda təşkil edək. Təşkil edən deyək ki, bunlar edir də bizlik, bu məsələ bizlik deyil. Bu da cəfəngiyatdır, nağıldır. Biz bunu təbii ki, bu məsələlərə biz inanmırıq. Çünki xatırlayırsınızsa Terpetosyanın bir çıxışı var idi ki, sosial şəbəkələrdə sonra yaydılar. O da sülh güyəçisi kimi danışanlardan biri idi. Məlum oldu ki, elə bu Yekpara təşkilatından bir yerdə məsləhətləşir, onlara tövsiyələrini verir, gördüyü işlərindən fəxarətlə o soyqırımından başqa məsələlərdən danışırlar. Ona görə mən hesab edirəm ki, Azərbaycan mövqeyində ciddi şəkildə dayanmalıdır və biz bu sülh sazişinə qədər bir çərçivə sazişi mi, yoxsa bir anlaşmalar olacaqsa, heç bir güzəştə gedə bilmərik. Onlar bizdən nə güzəşt istəyə bilərlər ki, onlara kifayət qədər güzəşt olunur. Bəli, Fəric bəy, əslində vəziyyət o qədər gərgindir ki, yəni biz bir tərəfdən sülh dövləti, bütün etimad quruculuğu prosesinin formalaşması üçün bütün addımları atırıq, humanist bir tərəfi, amma digər tərəfdən də sülhə də tələsmək olmaz. Çünki qarşımızda Ermənistan kimi bir dövlət var, öz öhdəliklərinə qarşı məsuliyyət daşımayan bir dövlət var və təbiidir ki, bir çox problemlər var burada. İstər məsələnin legitim tərəfi var, konstitusiya ilə bağlı, bu təklifimiz mütləq şəkildə yerinə yetirilməlidir. İstər məsələnin cəmiyyət tərəfi var ki, bununla bağlı Azərbaycan prezidenti çox haqlı olaraq obyektiv fikrini ifadə etmiş oldu ADA forumunda ki, cəmiyyət daxilində də müəyyən ideoloji işlər aparılmalıdır. Cəmiyyət də bu birlikdəliyə, yəni diplomatik münasibətlərin formalaşdırılmasına hazır olmalıdır. Yəni bütün bu sadaladığım problemlərin həlli də müəyyən qədər zaman alıcı bir prosesdir. Yəni siz necə dəyərləndirirsiniz? Yəni belə fundamental bir problemlərin mövcud olduğu halda digər məsələlər deyək ki, ATƏT-lə də bağlı razılaşdırıldı, deyək ki, konstitusiyaya da qərar verib dəyişdirdilər. Ancaq bir altyapı olmadığı halda hansısa bir sənəd münasibətlərinin inkişafına rəvac verə bilərmi? Mən sizdən tamamilə razılaşıram. Əslində sizin sualınız cavab mahiyyətindədir və çox qısa bir təhlil verdiniz, amma önəmli bir təhlil verdiniz. Bizim tələsən bir yerimiz yoxdur. Biz sülh sazişi ilə bağlı olaraqdan biz bölgədə sülhün olmasını təbii ki istəmişik. Biz heç əslində müharibənin təsnifatını verəndə ədalətli və ədalətsiz tərəflər olur. Bu ədalətsiz müharibəni Ermənistan bizə qarşı edibdir. Uzun müddətdə bunu Qarabağdakı güya ki erməni azlığın üzərinə atırdı.
Artıq indi burada Bakıda gedən məhkəmələrdə bütün prosesləri özləri öz dili ilə deyirlər ki, bu Ermənistan tərəfindən aparılan müharibə idi. Və indi Ermənistan ordusunun itkilər, çıxması, bunlar artıq o qədər məlumdur ki, bu aksiomadır. Bunlar sübut eləməyə ehtiyac qalmayıbdır təbii ki. Yəni bu erməni tərəfinin bu məğlubiyyətindən sonra indi belə bizi necə deyirlər, iki daşın arasında bir müqaviləni tələm-tələsib bağlatdırmaq istəyi əslində Ermənistanın indiki status quosu, onlara sərf edən status quonu saxlamağa xidmət edir. Onlar başa düşürlər ki, bir ideologiya məhv olub gedibdir, böyük Ermənistan ideologiyası. İndi mən bir termin gətirmişəm, nə qədər uğurludur bilmirəm. Bir paşyanizm ideologiyası var Ermənistanda bu gün. Bu paşyanizm ideologiyası köhnə ideologiyanı imtina eləməklə Ermənistanı qorumaq ideologiyası əslində. Bugün Paşinyanı daha çox liberal, nə bilim, yumuşaq, biraz da hələ onlar belə Azərbaycanın meyli kimi götür. Əslində onların arasında ən millətçisi olan Paşinyandır. Onun bəli. Hətta Turko Nikol deyirlər ona daxildə. Bəli, bəli. Onun atdığı addımlar Ermənistanı xilas edə biləcək addımlardır. Başqa bunun adı yoxdur. İndi bugün vəziyyəti pisləşən kimi çıxır, gedir bölgələrə, başlayır orada təşviq eləməyə sülhü və ermənilərin də damarını tutub da əslində. Elə bir balaca olsun gələn kimi deyir, özüdür. Başlayırsınız müharibə, gələcəklər müharibə eləməyə. Hazırsınız müharibə. Ermənistanda təbii ki, müharibəni istəmir. Yəni, belə bir vəziyyətdə Azərbaycan tərəfi sülhə tələsməməlidir. Bax, mən bu yaxınlarda da mediada bir başqa fikirdə bildirdim ki, Azərbaycan tərəfinin bağlayacağı sülh müqaviləsi gündəlik xarakterli bir sülh müqaviləsi olmalıdır. Biz gələcək nəsillərə də pas ötürməyi, onların manev imkanlarını qoruyub saxlamalıyıq. Biz bu günlər deyək ki, hələlik bəzi məqamlar qabartmırıq, amma şərtlər dəyişə bilər, force major vəziyyət yarana bilər. Yallah belə yaxın zamanlarda yeni dünya düzəni sistemində yeni bu şəkilləndirmələr vardı. Elə bir şərait yarana bilər ki, bizim fərqli davrana bilərik. Ona görə ermənilər tələm-tələsi bizə bəzi müqavilələr bağlamaq, hətta indi biraz da irəli gediblər ki, bu anklav kəndlərlə bağlı tərəddüdlər yaranması strateji düşünürlər də. Yəni ki, bu Qazax tərəfin kəndlərini verməməkdə çalışırlar ki, Gürcüstan yolunu təhdidə salmasınlar. Kərki kəndinlə bağlı yenə orası strateji bir yollar keçir oradan, o yolla bağlı onların əllərində tutarqalar vardır və bunlar da necə anklav olubdur. Anklav ətraf kəndlərin torpaqları satıblar anklav olub. Daha çox 70-ci illərin sonuna qədər onlar bizim torpaqlarımızı əlimizdən alıbdılar. Yəni bu bayaq danışdıq, inzibati sənədlər məsələsi də belə yoxdur. Təsərrüfat məqsədli alınır. O sənədlərin heç birinin legitimliyi yoxdur. Biz uzadırlarsa uzadaq, biz də uzadaq məsələni. Proses bizim xeyrimizə gedir. Bizim tələsən bir yerimiz yoxdur. Biz sülh sazişinə qədər də hətta bağlayacağımız çərçivə sənəti olacaqsa, onu belə ehtiyatla və xeyrimizə işləməliyik. Məsəl üçün, orada iki müddəanın sonra 16-17-ci bədlər kimi də belə deyə təsrif edək. Qoydular ki, ATƏT Minsk qrupu və yaxud da konstitusiya dəyişikliklərlə bağlı olaraq da yox, üzr istəyirəm, bu beynəlxalq məhkəmələrdə tələblərin geri götürülməsi məsələsindən bağlı olaraq. İndi bu beynəlxalq məhkəmələrdə tələblərin geri götürülməsi Ermənistan bizə nə tələb edəcək ki? Onlar 30 bizim ərazini işğal ediblər, talayıb aparıbdırlar, əhalimizi qırıblar, soyqırılıq törədiblər və hələ biz o torpaqları azad eləməyəndə hörmətli Xan Hüseyn Kazımın rəhbərliyində bir komissiya işləyirdi. Mən parlamentdəydim və o vaxt rəqəm çıxarmışdı, 480 milyard dollar civarında onlar bizə təzminat ödəməliyik. Hələ biz sonra ərazidə girəndən sonra nə qədər mədəniyyət abidələrimizin dağıdığını gördük, nə qədər mədənlərimizin işğal olunub, oradan istismar olunub, aparıldığını gördük, başqa-başqa ekoloji zərər falan bunları qoyuram qırağa. Yəni biz bu təzminat davasından doğrudan əl çəkəcəyik. Mən hesab edəmirəm bunu. Biz günün bu birində bunu onların boğazından çıxarmalıyıq. Mən bunu həmişə misal çəkirəm. 2 il əvvələ qədər İraq Küveytə təzminat ödüyürdü, pul ödüyürdü. Orada ona görə bir girib çıxmışdı, bir şey də olmamışdı hətta orada. Yəni bizim orada hər maddə ilə bağlı xüsusi yanaşmalarımız olmalıdır. Bəlkə hər maddə ilə bağlı bir təsrifat olmalıdır, onunla bağlı bir xüsusi bir sənəd hazırlanmalıdır. Yekun sülh müqaviləsinə də düzdür, mən indi hesab eləmirəm ki, biz tezliklə buna nail olaq. Bunu deyəsən Ermənistan tərəfdə o qədər marağında deyil. Əslində onlar da force major vəziyyət gözləyir, yoxsa Ukrayna-Rusiya savaşında bəlkə bir başqa şey gözləyir. Beqlaryan bugün danışır ki, beynəlxalq təşkilatlar bu məsələyə baxsınlar falan. Xəritələrlə bağlı yeni fikirlər bildirirlər. Verdikləri anklav kəndlərlə bağlı fikirlər bildirirlər. Göründüyü qədər bizim bir balaca sülhə məcbur etmə əməliyyatları da keçə biləcək
demək fikrimizi də bir də eşitməlidir. Düzdür, cənab prezident son çıxışların birində ona bir işarə elədi ki, siz görmüsünüz ki, biz bu məsələlərdə çox da səbrimiz yoxdur ki, gözləyək. Amma zamana yox, nəticələrə daha çox biz hesablamalıyıq. Yəni, hansı tezlikdə bunun bağlanması yox, hansı çərçivədə, hansı nəticələr bizə lazımdır, bu çox əhəmiyyətli məsələ.